Təsəvvür edin, gecənin səssizliyini pozan nisbətən incə bir iz. Sonra dəqiq, zərbəvi bir nəticə. Millətin müdafiəsində yeni bir səhifə açılır. Zəfər 7 artıq burada. Bu 10 dəqiqəlik tək paraqraflıq təqdimatda sizə Zəfər 7-nin yaranma məqsədini, dizayn fəlsəfəsini, əməliyyat rolunu, təhlükəsizlik və etik çərçivəsini, tətbiq ssenarilərini və gələcək inkişaf perspektivlərini, hamısını yalan məlumat və əsassız iddialardan uzaq, real və ölçülə bilən şəkildə izah edəcəyəm. Zəfər 7, milli müdafiə sənayesinin əməkdaşlığı nəticəsində hazırlanmış, əsas məramı ölkənin suverenliyinin və əhalisinin təhlükəsizliyinin təmin edilməsi olan müasir bir sistemdir. Layihə tədricən mütəxəssislərin dizayn, mühəndislik, test və sertifikatlaşdırma mərhələlərindən keçməklə formalaşmış və tətbiqə verilməzdən əvvəl laboratoriya və sahə sınaqlarından uğurla keçmişdir. Burada məqsəd texniki üstünlük naminə riskli eksperimentlər deyil, mövcud praktik tələblərə cavab verən etibarlı həll yaratmaq olmuşdur. Dizayn məntiqi əməliyyat sabitliyi, modulyarlıq və interoperabillik üzərində qurulub. Sistemin əsas blokları idarə etmə və nəzarət, enerji təminatı, naviqasiya və hədəf təyinatı moduludur. Hər bir modul ayrılıqda rəqəmsal yoxlamadan, redundans testlərindən və kibermühafizə təcrübələrindən keçirilərək ümumi sistem etibarlılığı yüksəldilmişdir. Zəfər 7-nin tətbiqi sahələri müdafiə planlaşdırması çərçivəsində hədəf yönümlü dəstək, strateji müdafiənin gücləndirilməsi və birlik əməliyyatlarında tam inteqrasiya üçün nəzərdə tutulmuşdur. Bu, onu yalnız hücum və ya müdafiə aləti kimi düşünməkdən daha çox, əməliyyat qərarlarının artırılmış dəqiqliklə icra olunmasına xidmət edən bir komponentə çevirir. Sistem dizaynında insan nəzarətinin qorunması əsas prioritetdir. Bütün hədəf qərarlarında son söz müvafiq səlahiyyətli şəxsə məxsusdur və avtomatlaşdırma yalnız insan qərarını dəstəkləyən məlumat təminatı rolunu oynayır. Bu yanaşma insani şəhvləri azaltmaq, təsadüfi zərərin qarşısını almaq və əməliyyatların beynəlxalq humanitar hüquq normalarına uyğunluğunu təmin etmək məqsədi daşıyır. Təhlükəsizlik baxımından Zəfər 7 kiber hücumlara, məlumat sızıntılarına və fiziki müdaxilələrə qarşı çoxqatlı müdafiə ilə qorunur. Şifrələmə, daxil olma, aşkarlama sistemləri, müdaxiləyə qarşı avtomatik müdafiə mexanizmləri və mütəmadi təhlükəsizlik auditi layihənin ayrılmaz hissələridir. Bu tədbirlər sistemin etibarlılığını yalnız düşmən təhdidlərinə qarşı deyil, həm də yanlış konfiqurasiya və texniki nasazlıqlara qarşı möhkəmləndirir. Layihənin inkişaf prosesi elmi əsaslara və şəffaf yoxlama mərhələlərinə istinad edir. Komponentlər yerli və beynəlxalq standartlara uyğun olaraq seçilmiş, sınaqların nəticələri sənədləndirilmiş və müstəqil ekspert rəyləri ilə təsdiqlənmişdir. Bu, istifadəçilər və qərar vericilərə sistemin imkanları və məhdudiyyətləri barədə real gözləntilər verir və populyar miflərin qarşısını alır. Zəfər 7-nin əməliyyat praktikası komandalar arası kooperasiyanı və planlaşdırmanı tələb edir. İstehsal, logistika, əməliyyat və texniki xidmət bölmələri arasında uyğun bir təlimat və prosedur paketi hazırlanmışdır ki, bu da sistemin təhlükə və effektiv istifadəsini təmin edir. Həmçinin təlim proqramları realistik simulyasiyalar üzərində qurulub, operatorların qərar qəbul etmə proseslərini və sistemlə düzgün inteqrasiyasını gücləndirir. Mülki müdafiə və insani nəzarət məsələləri layihənin mərkəzində saxlanılmışdır. Zəfər 7-nin istifadə olunacaq hər bir əməliyyat öncəsi risk qiymətləndirməsi aparılır, yan təsirlərin mümkünlüyü və qarşısının alınması üçün planlar hazırlanır. Bu, sivil obyektlər və mülki əhalinin təhlükəsizliyinin prioritetləşdirildiyi prinsiplə uyğun gəlir. Texniki təfərrüatlar barədə danışarkən, burada məqsəd sensasiya yaratmaq deyil, real istifadəçilərə fayda gətirəcək aydınlıq verməkdir. Sistemin modullarının modulu əsaslı olması servis və təkmilləşdirməni asanlaşdırır. Ehtiyat hissələrinin yerli təminatı planlaşdırılmışdır ki, bu da uzun müddətli əməliyyat sabitliyi üçün vacibdir. Həmçinin monitoring və diaqnostika alqoritmləri real vaxt məlumatlarına əsaslanaraq texniki xidmət ehtiyaclarını qabaqcadan göstərə bilir, bu da mission failure riskini azaldır. Zəfər 7-nin əməliyyat ssenariləri çox şaxəlidir. Sərhəd mühafizə dəstək əməliyyatlarından tutmuş, bircə müdafiə missiyalarına qədər. Lakin hər bir ssenari üçün tətbiq zamanı hüquqi və taktiki məhdudiyyətlər aydın şəkildə müəyyən edilir.
Bu, sistemin sui-istifadəsinin qarşısını alır və beynəlxalq öhdəliklərə riayət etməyə zəmanət verir. Layihənin iqtisadi və sənaye təsiri də vurğulanmalıdır. Yerli tədarük zənciri güclənmiş, ixtisaslı işçi qüvvəsinin yetişdirilməsi prioritetləşdirilmiş və tədqiqat inkişaf fəaliyyətinə stimul verilmişdir. Nəticədə müdafiə sənayesinin digər sahələrinə də pozitiv spillover effekti gözlənilir. Gələcəklə bağlı planlar praktik və mərhələlidir. Sistemin təkmilləşdirilməsi süni intellektin yalnız analitik dəstək rolu çərçivəsində sensorlarda və kommunikasiya kanallarında etibarlılığın artırılması istiqamətində aparılacaq. Hər hansı yeni xüsusiyyət yalnız geniş testlərdən, etik qiymətləndirmələrdən və qanuni yaxlamalardan sonra tətbiq alınacaq. Son olaraq, Zəfər 7 yalnız texnologiya deyil, o, millətin müdafiə konsepsiyasının bir elementidir. Məqsəd sərhədləri qorumaq, vətəndaşların təhlükəsizliyini təmin etmək və qarşıya qoyulmuş strateji hədəflərə qanun çərçivəsində nail olmaqdır. Bu layihə boyunca açıq məlumatlılıq, müstəqil yoxlamalar və insan nəzarətinin qorunması prinsipləri tətbiq olunmuşdur ki, bu da onun inamlı və məsuliyyətli istifadəsinə zəmin yaradır. Bu təqdimatın sonunda dinləyicilərin suallarını məmnuniyyətlə qəbul edirəm. Məqsədimiz həmişə olduğu kimi real faktlara, şəffaflığa və vətəndaşların təhlükəsizliyinə əsaslanan müzakirədir.